Birinci Qarabağ müharibəsinin itkin şəhidi Möysüm Muradoğlu Əliyev bugün Füzuli rayonunun 2-ci Mahmudlu kənd qəbirstanlığında dəfn olunub. Əvvəlcə itkin şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra itkin şəhid hərbi orkestrın və yayılım atəşinin müşayiəti ilə torpağa tapşırılıb. Qeyd edək ki, Möysüm Əliyev 1973-cü ildə Füzuli rayonunda anadan olub. O, 1-ci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1994-cü il Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Vətənə bağlı idi. 2 dəfə yaralanıb, müalicələndən sonra bir də qayıdıb. O, dostlarının şəhid olmasını çox sarsıtmışdı. Ona görə də yenidən qayıtdı da həmin yerə. Çox şükür ki, biz 32 ildən sonra Möysümü öz məzarında ziyarət eləyəcəyik. Möysüm əslində çox savadlı idi və həmişə də mən onun dilindən vətən, torpaq deyə belə sözlər eşidirdim. Dəfələrlə eşitmişəm, torpaq əgər uğrunda ölən varsa vətəndir. Möysüm bugün o misraları yanlış yerlə demədiyini sübut etdi.